Hüquq insan həyatında hansı əhəmiyyət kəsb edir sualını biz əgər hüququ bilməyin insan həyatında rolu kimi qəbul ediriksə də, hər bir vətəndaş hüquqşünas olmaya bilər. Amma təməl hüquqları bilməsi onun həyatında dönüş nöqtəsinə çevrilə bilər. Bu tək onun öz hüquqlarını, haqqını tələb etməsi kontekstində deyil. Eyni zamanda nəzərə alsaq ki, qanunvericiliyə əsasən qanunları bilməmək məsuliyyətdən azad etmir. Belə olan halda hüququ bilmək onu məsuliyyətdən qorumuş olar. Beləliklə hesab edirəm ki, insanlar hüquqa qarşı daha diqqətli olmalı və öz hüquqlarını bilməyə təşəbbüs göstərməlidirlər. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə hüquq bəşəriyyətin əsas sütunudur. Əgər hüquq yoxdursa, sivilizasiya yoxdur, cəmiyyət yoxdur. Ümumiyyətlə cəmiyyətin və dövlətin formalaşmasının əsasını hüquqdur. Nəzərə alsaq ki, hüquq insanlar arası münasibəti, dövlətlə vətəndaşlar arası münasibəti tənzimləyir. Əgər hüquq yoxdursa, belə olan halda gücün üstün olması prinsipi, yəni güclünün haqlı olduğu bir cəmiyyət formalaşmış olar ki, bu cəmiyyət isə cəngəllik qaydalarından idarə olunar. Bu xaosu gətirib çıxardar. Ona görə belə bir cümlə ilə bu fikir belə ifadə edim ki, hüquq yoxdursa, bəşəriyyət nəzərə anlayışdan başqa bir şey deyil.